kim günah eləsə, günah eləyənə dinən özünə deyən ki, nə oldu? Şükür xüsusiyyətin zəiflədi. Şükürlə günahın nə əlaqəsi? Deyim sizə nə əlaqəsi? Bir adam günah eləyirsə, bil ki, şükür eləyən bəndə deyil. Niyə görə? Nə əlaqəsi var? Çünki şükür eləyən adamın həyatı o qədər şirin olur ki, onu şirinləşdirməyə ehtiyac olmur. Başa düşdünüz nə edirəm? Şükür eləyən insanın həyatı kifayət qədər şirindir. Da ehtiyac yoxdur ki, getsin günahla onu şirinləşdirsin. Şirinliyi öz həddindədir. Bir adamın həyatının şirinliyi, dadı olsaydı o günah eləməzdi. Bütün günahlar ləzzət axtarışıdır. Bütün günahlar. Şükür ləzzətlə o qədər doldurur içini ki, sən əlavə gedib ləzzət sorağına çıxmırsan. Ki, gedəsən günah axtarasan ki, gedim nəsə eləyim, həyatım azıdır. Gedim şirinləşdirim həyatımı. Görmürsünüz bir adam ki, desin ki, gətir oradan pesok gətir, qənd gətir, balın üstünə atın. Gülməlidir də bu. Bala pesok qatan adam var. Yox. Bəli, yoxdur elə bir adam. Bala heç kəs pesok atmır, heç kəs şirini atmır, heç kəs qənd atmır. Bal zaten şirindir. Aleyhisselam belə buyurur. Buyurur ki, "Mâ nehallahu subhanehu an şey'in illa ve əğnâ an." Buyurur ki, Allah insana nəyisə haram buyurubsa mütləq ondan ehtiyacsız edir. Sənin ehtiyacın olan bir şeyi Allah sənə qadağan etməyib. Nəyisə deyil, olmaz deməli, sənin buna ehtiyacın yox. Səndə ehtiyac yaranıbsa buna deməli nəsə içində düz deyil. Acı çayın içine deyirlər, gətir şirin eləyək, acı da içmək olmur. Acı kofenin içine görsən adam var ki, o acı içir, adam da var, deyir ki, gətir ona biraz pesok qataq ki, şirin olsun. Həyat da belədir. Həyat şükürsüz acı olur ki, günah şəkəri ilə onu şirinləşdirmək istəyirsən. Şükürsüz acı olur. Ona görə bilsən ki, bir adam görsən günah eləyir ki, bil ki, bunun malik olmadığı əsas xüsusiyyət şükürdür. Bu naşükürdür ki, ləzzət axtarır və ləzzət axtarmağı aparıb bunu günaha salır. İnsanın şükür eləməməyi ən böyük günahıdır. Bunu bir sardan çıxartdım mən Quran ayəsindən. Möcüzə ayədir bu. Allah Quranda buyurur ki, "Həl nücazi illəl kəfur." Deyir, biz naşükürdən başqasını cəzalandıracaq mı? Yəni bizim cəzalandırdıqlarımızın hamısı naşükürlərdir. Deyir, biz ümumiyyətlə, təsəvvür edin, sözə baxın. Biz ümumiyyətlə naşükürlükdən başqa bir şeyə cəza veririk mi? Deyir, necə yəni, sən yalana da cəza verirsən, qeybətə. Deyir, hamısı bir xüsusiyyətdən gəlir. Bu naşükürdür ki, bunları eləyir. Bu naşükürlüyün təzahürləridir. Naşükürlüyünün müxtəlif təzahürləridir. Bizim cəzamız onun naşükürlüyünə görədir. Naşükürlüyüdür ki, gedir filan günahlar eləyir. Ona görə deyir, bizim cəzamız ancaq naşükürlüyə görədir. Biz indiyəcən bu qədər bu şeyə diqqət eləmişdiniz. Görün, nə deyir Allah Quranda? Deyir, biz naşükürdən başqasını cəzalandırarıq mı? Yəni, nəyə cəza varsa, qaynağı naşükürlüyüdür. Bütün günahları.